الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وآله الطاهرين واللعن الدائم على مخالفيهم ecmaîn ila yevmiddin. Allahdan istəyirik sözümüzün əvvəlində bizi Peyğəmbər əleyhissalamın ki, bugün istəyirik Mövludu barədə söhbət eləyək. Həzrətin əhl-i beytindən, Həzrətdən əhl-i beytindən və ümumən onu ağanan ümmətindən uzaq salmasın. Mövlud ərəfəsində olduğumuza görə bugün istəyirik Peyğəmbər əleyhissalamın mövludu barədə, yəni Peyğəmbər əleyhissalama aid olan mövzulardan biri barədə söhbət edəyik inşallah. Əvvəlcə bunu deyək ki, Həzrət Rəsul sallallahu aleyhi və səlləm dünyaya gələndə dünyada bəzi hadisələr baş verdi. Bunu bilirik. Eşitmişik ki, Həzrət dünyaya gələndə ateşpərəstlərin uzun illərdən bəri yandığı bu ateş, od söndü. Həmçinin Kəsranın, ki Kəsra o padşahın adı idi, Kəsranın sarayının sütunları çöktü, yıxıldı. Və bir də Sava adında bir göl var idi, həmin göl nə oldu? Qurudu. Bu üç hadisə baş verib Peyğəmbər əleyhissalamın dünyaya gəldiyi vaxtda. Hətta bəzi tarixçilər yazırlar ki, eyni gecədə baş veribdir bu. Həmin gecədə ki, Həzrət dünyaya gəlib, həmin gecədə bu hadisələr baş veribdir. Bu hadisələrin fəlsəfəsi barədə, hikməti barədə bəzi alimlərin gözəl sözləri var, söhbətləri var. İstəyirik onlardan biraz danışaq. Onlardan biri budur ki, o söz söhbətlərdən biri budur ki, Peyğəmbər əleyhissalamın dünyaya gəlişi Allah Teala onun Həzrətin dünyaya gəlişi ilə bəzi dəyişikliklər elədi. Da məlum məsələdir. Həzrət dünyaya gəlir, Xatamül Ənbiyadır, Peyğəmbərlərin sonuncusudur, bəşərin nicat verənidir, xilas verənidir, xilas eləyənidir. İnsanları cəhalətdən qutarandır, insanlara ilahi kəlamı gətirəndir. Bu üstünlüklərə, fəzilətlərə sahib olan bir şəxsdir ki, Əhl-i Beytin birincisidir. Allah Teala Peyğəmbər əleyhissalama bu dünyaya gəlişində bəzi hadisələri dünyada xüsusi məsələlərə görə, xüsusi xəbər çatdırmağa görə, mesaj çatdırmağa görə icra edir. Onlardan biri ateşpərəstlərin, üzr istəyirəm, ateşinin, odunun sönməsi idi. Bu odun sönməsi xüsusi bir mənası vardı. Nədir mənası? Mənası bu idi ki, Həzrət Peyğəmbər əleyhissalam ki, ilahi din gətirdi. O din ki, Həzrət İbrahim əleyhissalam, yəni babasından bu tərəfə digər Peyğəmbərlərin vasitəsilə gəlmişdi və Peyğəmbər əleyhissalam gəldi ki, sonuncu Peyğəmbərdir deyə, gəldi bütün kitabların mükəmmilini, təkmilləşdirəni gətirdi insanlar üçün. Ona bu Qur'an-ı Kərim nazil oldu. Peyğəmbər əleyhissalam digər dinləri, batil dinləri üstündən xətt çəkdi. Hətta keçmiş kitablar ki, həqiqətən Allah tərəfindən nazil olmuşdu, təhrif olunmasından öncə yəni, onların da üstündən xətt çəkildi. Yəni Allah Teala bu nəsx məsələsi çox mühüm bir dənə məsələdir ki, bunu bilməyimiz lazımdır. Yəni Allahda bu cür deyir ki, bir işi görsün, sonra peşman olsun, dəyişdirsin, başqa bir iş görsün. Belə bir şey yoxdur. O ki, deyirlər, nəsx olub, yəni Qur'an gəlib məsələn İncili nəsx eləyibdir. İncil də öz vaxtında Tövratı nəsx eləyibdir. Tövrat da məsələn tutalım Zəburu bu cür ki deyirlər. Bu elə bu cür deyir ki, deyəsən əvvəlki kitab
səhv imiş, nauzubillah, yanlış imiş, onu qoyaq bir kənara, indi bu kitaba inanaq, bu kitaba əməl edir. Yox, bu cür deyil. Nəsxin mənası bu deyil. Nəsxin mənası budur ki, bundan əvvəlki kitab bir mərhələdə nazil olmuşdu. İndi nazil olan kitab ondan yuxarı mərhələdədir. Yəni o keçmiş kitabları, çünki Quranda adı musaddiq deyir. Qurana Allah Taala Peyğəmbər əleyhissalama və Quranı musaddiq deyir. Nədir mənası musaddiqin? Yəni əvvəlki dinləri, üzr istəyirəm, əvvəlki peyğəmbərləri və onlara nazil olan kitabları təsdiqləyəndir. Quranın Ali İmran surəsində də var bu ayə, digər yerlərdə də var. Ki Quran həm əvvəlki peyğəmbərləri təsdiqləyir ki, həqiqətən onlar Allah tərəfindən gəliblər, Allah sözünü çatdırıblar, həm də kitabları təsdiqləyir. Özündən əvvəl nazil olan kitablar. Bunun mənası budur ki, demək o kitablar belə deyək, yanlış olmayıb, səhv olmayıb ki, sonra Quran gəlsin, onları düzəltsin. Yox, bu sadəcə təkmilləşdirəndir, mükmil deyərlər ona, təkmilləşdirən. Yəni, İncildə mətləblər, məsələn, Tövratda mətləblər bir cür idi, İncildə gəldi, biraz təkmilləşdi, Quran-ı Kərim gəldi, onu tam təkmilləşdirdi, çünki sonuncu Peyğəmbərə nazil olmuşdu və bu din axıra qədər, qiyamətə qədər davam edəcək. Yəni, bu nəsxi gərək biz bu cür qəbul edək. Deməyək ki, əvvəldəkilər səhv idi, bu gəldi, onu düzəltdi. Xeyr, əvvəldəkiləri təkmilləşdirəndir, nəsxin mənası budur. Bəli, bu cür ki, Allah Taala özündən əvvəl Peyğəmbər əleyhissalamı dünyaya gətirməklə əvvəlki batil etiqadları, batil inancları üstündən xətt çəkdi. Məsələn, atəşpərəstliyin, bütpərəstliyin və digərlərin. Atəşpərəstliyin, o atəşinin sönməsi bunun işarələrindən biridir. Yəni, Allah Taala sanki Peyğəmbər əleyhissalamı dünyaya gətirməklə ki, o atəş, o od söndü, bunu bildirmək istəyirdi ki, bilin ha, batillər Peyğəmbərin zuhur eləməsi ilə, dünyaya gəlişi ilə aradan gedəcək. Bu atəşin söndüyü kimi. Necə ki, Quran ayəsi var, biz onu adətən İmam Zaman ağa barəsində işlədirik. Əccəlallahu Teala fərəcəh. Biz bu cür deyirik. İzə ca'al haqqu zahaqal batil. İnnəl batilə kana zahuqa. Deyir ki, tərcüməsi budur, bilirik bu ayəni ki, o zaman ki, haqq gəlsə, batil nə olar? Aradan gedər, məhv olar. Niyə? İnnəl batilə kana zahuqa. Batilin işi elə budur, batilin aqibəti elə budur ki, aradan getsin, məhv olsun. Batil ki, davamiyyəti olmaz, sabitliyi olmaz. Bir zaman gələr və bir zaman gedər. Tezlikcən gedər. Bu ayənin də mənası, necə ki, Ağa İmam Zaman Əccəlallahu fərəcəhə aiddir, eyninə Peyğəmbər əleyhissalamı da şamil eləmək olar. Çünki ayələrin mənası budur ki, bir ayə bir şey üçün nazil olanda elə mütləq ancaq ondan danışmalıdır. Əgər ayə ümumidirsə, necə ki, bu ayə də ümumidir, bu ayəni Həzrət Peyğəmbər əleyhissalama da, Əhl-i Beytin birinci şəxsinə də aid eləyə bilərik. Və deyə bilərik ki, Həzrətin dünyaya gəlişi bütün batilləri aradan aparandır. İzə ca'al haqqu zahaqal batil. Ca'al haqqu və zahaqal batil. Haqq gəldi, batil aradan getdi. Bunu Peyğəmbər əleyhissalamın dünyaya gəlməyinə də şamil eləmək olar çox rahatlıqla, heç bir müşkülü də yoxdur. İndi atəşin sönməsi həmin o batil dinlərin, batil etiqadların və inancların aradan getməsinə bir işarət. Allah Taala istədi onu əyani şəkildə insanlara göstərsin. Yəni, bu bir əlamət idi. Həzrətin dünyaya gəldiyi gün bir əlamət bu idi ki, bilin ha, bu Həzrətin bu xüsusiyyətləri var. Bütün batillərin bu cür odunu söndürəcək. İkinci əlamət. İkinci əlamət Kəsranın, sarayının, sütunlarının çökməsi idi. Bu əlamət də çox mühümdür. Və burada da bir hikmət var. O hikmət budur. Hikmət budur ki, Kəsra dünyanın, o zamanki dünyanın əlbəttə ən böyük padşahlarından biri idi. Hansı ki, o iddia eləyirdilər ki, dünyanı fəth eləyəcək, dünyanı tutacaq. Bu iddiadaydılar. Onlar yəni saray hökumətlərinə toz qondurmağa belə razı deyildilər. Belə bir hakim, Kəsra, onun sarayının sütunları çökdü həmin gecə və həmin vaxtda. Nəyi bildirir? Onu bildirir ki, Allah Taala bu əlamətlə bildirir ki, Peyğəmbər əleyhissalamın dünyaya gəlməsi haqq hakimiyyətin, dünya hakimiyyətinin,
dünyada olan dini hakimiyyətin, ilahi hakimiyyətin yaranması deməkdir və bu da deməkdir ki, bütün digər batil hakimiyyətlər məhv olandı və sütunları, rükünləri çöküb aradan gedən. Çünki orada sütunların çökməyi məsələsi sütun rükün mənasındadır, sütun təməl mənasındadır, əsas mənasındadır. Onun aradan getməsi mənası budur ki, yəni bütün bu cür iddiaçılar ki vardı, dünya hakimiyyətini iddia eləyənlər, onların hamısının o sütunu çökəcək. Və burada bir də əlamət var, işarə var Ağa İmam Zaman, Ağa Əcəlallahu Teala Fərəcəhin zuhurundan sonraki hakimiyyətə. Nə üçün? Çünki biz baxırıq tarixə, Peyğəmbər əleyhissalam Mədinəyə köçəndən sonra bilirik, ilahi hakimiyyət qurdu. Dünyəvi, dini ilahi hakimiyyət qurdu. Və bu hakimiyyət Həzrətin dünyadan getməsindən sonra qəsbkarlar tərəfindən qəsb olundu. Bunu da bilirik. Sonra gəldi növbə Əli əleyhissalama çatdı. Əli əleyhissalam həmin hakimiyyəti təzədən bərpa eləməyə çalışdı. Çünki aradakı məsafədə, 25 illik məsafədə onu dağıtmışdılar. Onun ki, Peyğəmbər o cür düzətmişdi ədalətli dünya hakimiyyəti. O hakimiyyəti, o ədalətli xilafəti o arada naxələflər gəlib qatmışdılar aləm bir-birinə. Öz istəkləri ilə, həva və həvəsləri ilə, dünya rəğbətləri ilə aləmi vurmuşdular bir-birlərinə. Heç nə qalmamışdı. Ona görə Əli əleyhissalam xilafətə gəldi. Bu qısa müddətdə, təxminən 5 il müddətində həmin o uçulmuş, dağılmış bu 25 il müddətində aradan getmiş xilafəti təzədən bərpa elədi. Və qismən buna nail də oldu. Ta ki, Həzrət Əli əleyhissalamın müharibələri də bu məsələ idi ki, Əli əleyhissalamın 3 müharibəsi baş verib bu müddət ərzində. Siffeyn, Cəməl və Nəhrivan. Demişik, bir dəfə, yəqin burada bilirəm o barədə söhbətlər olubdur. İmkan olsa, lazım olsa, gələn dəfələrdə nə vaxtsa bu barədə gərək söhbət eləyək inşallah. Bu 3 müharibənin səbəbi də elə bu idi. Həmin o qəsb olunmuş xilafətin o zədələrini düzəltmək, o sökülmüş yerlərini bərpa eləmək. Bu idi məsələ. Və sonra ki, Əli əleyhissalamdan sonra İmam Həsən əleyhissalamı xilafətdə yenə qoymadılar, yenə xilafəti qəsb elədilər. Əvvəlcə Əməvilər gəldi, xilafəti qəsb elədi, Muaviyyə, Yezid, Allah lənət eləsin. Ondan sonra bir qismdə bir neçə vaxt Mərvanilər gəldilər, onlar xilafəti qəsb elədilər. Ondan sonra Əbbasilər gəldilər, onlar qəsb elədilər xilafəti. Və ondan sonra tamamən bu məsələnin belə deyək, ipi əldən çıxdı, xilafət tamamən dağıtdılar. İndi müsəlmanlar gözləyirlər, möminlər gözləyirlər ağanın zuhurunun üçün bizim etiqadımız vardı ki, həmin o hakimiyyəti ki, Peyğəmbər əleyhissalam düzəltmişdi, qurmuşdu ilahi hakimiyyəti və Əli əleyhissalam davam elətdirmişdi. Ağa İmam Zaman da həmin hakimiyyəti təzədən bərqərar eləyəcək. Və bu da həmin bu məsələnin, o dediyimiz kimi, Həzrətin dünyaya gəldiyi gün Kəsranın, tağının, sütununun çökməsi həmin bu hakimiyyətə işarədir. İşarədir ki, bilin ha, Peyğəmbərin dünyaya gəlişi ilahi hakimiyyətin qurulması deməkdir və onun qarşısında heç bir hakimiyyət, dünyəvi hakimiyyət dura bilməyəcək. Bu da bunun əlamətidir. Və üçüncü əlamət də Savə dəryasının, Savə dənizinin, gölünün qurumasıdır. Bu da ilahi nişanələrdəndir. Və burada da mən istəyirəm mütləq bu məsələni deyim, çünki çox lazımdır bu məsələni bilməyimiz. Allah Teala bəzi hadisələr ki, baş verib keçmişdə və yaxud bundan sonra baş verəcək, həmin hadisələrin müqəddiməsində bəzi digər hadisələri icra eləyir. Məsəl üçün, görsən ki, biz Quranda oxuyuruq, Quranın çox yerində Allah Teala xəbər verir ki, bir gün gələcək qiyamət baş verəcək. Qiyamət nədir? Qiyamət həmin o gündür ki, insanlar əvvəlcə öləcəklər, hamı, bütün canlılar, ondan sonra bütün ölülər, istəyir təzə ölənlər, istəyir əvvəldən ölənlər, təzədən diriləcəklər. Bayaq oxuduq, Yevmul Bəs deyirlər ona. Hamı diriləcək və hesab üçün hazırlaşacaqlar məhşər günü üçün. İndi, bunu ki biz bildik, yəni bilirik. Amma Allah Teala bu cür təqdim eləmir.
Allah üçün ölüləri dirildib, məhşərə hazırlamaq, hesab gününə hazırlamaq çətin deyir ki, müşkül deyir. Amma Allah Teala deyir, yox, bu cür demir. Nə cür deyir? Qiyamətin günündə bəzi hadisələrin müqəddimə olaraq baş verməsini danışır Qur'an-ı Kərimdə. Keçən dəfələrdə də bunu oxumuşuq. İza zulzilətil ərzu zilzalaha. Bir zaman gələcək ki, yer üzündə zəlzələlər baş verəcək. Və əxrəcətil ərzu əsqalaha. Və yerin dibində olan mədənlər, yerin altında olan nələr ki vardı, hamısı yerdir, öz ağırlıqlarını, yerin təkin dibində olanlar, hamısı çıxacaq yerin üzünə. Yəni, aləm deyəcək bir-birinə. Bu deməkdir. Biz bir dənə görsən, bir yerdə vulkan püskürür, dünyanı sirkələyir. Ya bir yerdə zəlzələ olur, hamı çaşbaş olur. Amma təsəvvür elə, bütöv yer üzündə zəlzələ olsa nə olar? O bəziləri 50 mərtəbə, 100 mərtəbə binalar tikibləri. Onlar ki, iddia edirlər ki, biz dünya hakimiyyətində, dünya iqtidarında gör nələrə qadirik. Allah Teala buyurur ki, əlizi yolları, narahat olun. Zulzilətil ərzu zilzalaha. Bir zaman gələcək ki, yer üzü tamamən zəlzələ olacaq. Və yerin dibində hər şey üzə çıxacaq. Düzdür, bunu ayə deyir. Bir halda olacaq ki, deyir, və qaləl insan malaha. Yəni, malil ərz. İnsan deyir, mat-məttəl qalacaq, deyəcək ki, nə olub yer üzünə? Yəni, heç vaxt görmədiyi bir hadisə. Bu, qiyamətin əlamətlərindəndir. İndi baxın, niyə Allah Teala bunları eləyir ki? Olmaz ki, elə sakit-sakit hamı ölülər dirilsin, zəlzələ olmadan, yerin dibindəki olan çıxmadan, heç bir söküntü, dağıntı olmadan olmaz ki, ya ölülər elə dirilsin, geçsin qiyamətə və hesab versin. Əlbəttə olar. Amma niyə Allah bu cür deyir? Zəlzələ nə üçündür? Nə bilim, insanların çaşbaş qalması nə üçündür? Deyir, hə, bunun hikməti var. Böyük hadisənin önündə olan bu hadisələr həmin hadisənin əzəmətini göstərir. Yəni, Allah Teala deyir ki, bilin ha, qiyamət heç də xırda bir məsələ deyir. Elə, durun gedək qiyamətə, bu cür deyir. Durun gedək hesab gününə, bu cür deyir. Müqəddimələri ona görə yeri silkəliyir, ona görə yerin dibindəkiləri çıxarır və hər yeri, belə deyək, alt-üst eləyir. O nəyə görə? Ona görə ki, bildirir ki, bilin, hesab günü heç də rahat bir gün deyir. Heç də yumşaq və sıradan bir gün deyir, deyəsən ki, hə, indi hesab günü gəldi, yığışın gedək hesab. Bu cür deyir, belə deyir. Ağır bir gündür, böyük bir gündür, necə ki, yevmun əzim deyir Allah Teala Qur'an-ı Kərimdə. Ki, yevmun əzim, yəni böyük gün. Yəni, o günün əzəmətini, hesabın, məhşər gününün əzəmətini bildirməkdən ötürü müqəddiməsində bu işləri görür Allah Teala. Bu hadisələri göstərir. Bu hadisələr ki, insanı çaşbaş salır, məlumdur ki, gələn nədir? Bu, bilirsiniz nəyə bənzəyər? Bu təxminən bu cürdür ki, elə bilin ki, bir nəfər hörmətli bir qonaq gələcək evimizə, görsən, kişi gəlir evə, yoldaşına deyir ki, tez ol, evi səhmana sal, ginə, yemək pişir, ginə, filan. Yəni, qadın nə başa düşər bundan? Nə başa düşərik? Qadın onu başa düşəcək ki, deməli, gələn qonaq elə-belə adam deyir, yəni hər gün gələn deyir. Təsadüfi qonaq deyir, hesablanmış, böyük, hörmətli bir qonaqdır ki, evə bu qədər əl gezdirməyə ehtiyac var, yemək hazırlamağa filan bu cür ehtiyac var. Elədir də, qiyamətin məsələsi də bu cürdür. Bu kiçik misaldır, bundan götürək. Allah Teala müqəddimədə bəzi şeyləri göstərir ki, insanlar oyansınlar bir qeyri-adi şeylər görsünlər. Və bu qeyri-adi şeylər görməklə hazırlaşsınlar qeyri-adi hesaba. Qeyri-adi məhşər gününə hazırlaşsınlar. Elə-belə getməklə hesab günü olmaz ki. Bu müqəddimə ona görədir. Və bunun üçün də Qur'an-ı Kərimdə xeyli sayda ayələr vardır. O cür ki, Allah Teala buyurur ki, bunlar insanlar deyir, bir-birlərini tanımazlar. Bir-birlərindən qaçarlar. Yasin surasında var neçə yerdə vahum yaxıssımun deyir. Yəni, onlar bir-birlərindən düşmən kesilirlər insanlar bir-birlərindən uzaq olarlar. Nəyə görədir? Hər kəsən öz dərdində olar ona görə. Hər kəsən öz hesabını düşünər. Bu müqəddiməni qurur Allah Teala qiyamətin əzəməti üçün. İndi,
Savə dənizinin, Savə gölünün quruması təbii hadisələrdəndir. Təbiət hadisələrindəndir. Görürsən ki, bir dəniz 1000 illər bir yerdə olub. Təsəvvür edin Xəzər dənizi. Elədir. İndi bu Xəzər dənizi daha qədimlərdən, qədim xəritələrdə də biz görürük ki, Xəzər dənizini çəkiblər. Demək bu dəniz, bu göl ki, göl sayılır, qədim göllərdəndir. Elədir. İndi yataq, səhər duruma görək ki, 1 qram su qalmayıb Xəzər dənizində. Qeyri-adi olmaz məgər? Qeyri-adi olar da. Savə gölünün quruması da bu cürdür. Yəni hər hansı bir hadisənin baş verməsi qeyri-adi olaraq insanlarda bir növ oyanma baş verir. Yəni oyadır insanları. İnsanların zehinlərini, diqqətlərini bir istiqamətə istəyir cəlb eləsin ki, nə baş verib? Hamı soruşacaq bir-birindən. Nə oldu görəsən dəniz qurudu? Soruşmayacaq. Dəniz qurusa soruşacaq da. Aləm deyəcək bir-birinə. Balıqçılar yox, təkcə balıqçıların dərdi olmayacaq. Hər kəsin dərdi olacaq ki, dəniz niyə qurudu? Yəni, Savə gölü quruyanda da eyni şey yaşanıb, təsəvvür edirsiniz. Bir göl, səhər durublar, yoxdur. Hara getdi bu göl? Deməli, bu cür qeyri-adi hadisələr insanların diqqətini cəlb eləməkdən ötürüdür. Ta ki, insanlar dillərinə bunu götürsünlər ki, nə baş verib? Necə ki, Zəlzələ surəsində də bu vardır. Malaha. Və qaləl insan malaha. İnsan deyəcək ki, nə olub yerə? Nə baş verib? Yəni, bunu dilinə götürmək nədən xəbər verir? İnsanın təəccübündən xəbər verir də, insanın mat-məəttəl qalmasından xəbər verir. Düzdür? Deməli, Peyğəmbər əleyhissalamın mövludunda da bu hadisə məhz buna görə idi ki, insanların diqqəti cəlb olunsun, insanlar oyansınlar, nəsə baş verir. Və o baş verən hadisənin ardınca geçsinlər. Ki, baş verən hadisə də dediyi nədir? Həzrət Rəsul sallallahu aleyhi və səlləmin mövlud-u mübarəkidir. Allah Teala bizi Peyğəmbər əleyhissalamın ümmətindən qərar versin inşallah. Amin. Çünki Həzrətin ümmətində olmaq, necə ki Allah Teala buyurur: "Və kəzəlikə cəalnakum ummeten vasatan litakunu şuhada alan-nas və yakunur-rasul aleykum şəhida." Allah Teala buyurur: "Biz sizi vəsət ümmət qərar verdik. Nə ifrata varan, nə təfritə varan vəsət ümmət qərar verdik, orta ümmət qərar verdik və sizə nazil olan ilahi hökmlər də orta həddidədir. Çox ağır deyil və çox da yüngül deyil. Orta həddədir ki, siz onları icra eləyə biləsiniz, siz onları həyata keçirə biləsiniz. Allah Teala bizi Peyğəmbər əleyhissalama nazil olan ilahi əhkamı icra eləyənlərdən, əməl eləyənlərdən və sadiq olanlardan qərar versin. Amin. Allahdan istəyirik bu müqəddəs günlər ki, Rəbiyəl əvvəl ayının ortaları məxsusdur Həzrət Rəsul sallallahu aleyhi və səlləmə, Peyğəmbər əleyhissalamın mövlud günləridir, mübarək günləridir ki, Allahdan istəyirik. Bu günlər xatirinə, bu gecələrin mövludu xatirinə, Peyğəmbər əleyhissalam xatirinə bizi dünyadan imansız, etiqadsız aparmasın. Günahlarımız, nöqsanlarımız, müşküllərimiz var. Hər kəs bütün müşküllərimizi, bütün günahlarımızı əfv eləsin inşallah. Bütün müşküllərimizi həll eləsin inşallah. O kəslərin ki, dərdi vardı qəlbində, bəzən dərdlərinə heç kəsə deyə bilmirlər, öz batinlərində qalar. Allah Teala agahdır qəlblərə. Bütün qəlblərdəki müşkülləri özü həll eləsin. Ağamız, Mövlamız, İmam Zaman Əccəlallah Teala fərəcəhin zuhurunu təcil eləsin inşallah. O ağanın zuhuruna qədər bizim də iman və etiqadımıza, əməlimizə kamillik əta eləsin. Salavat Muhammed və Ali. Allahümmə salli ala Muhammed